Cruises.azın dəyərli dostları, müştəriləri, MSC orkestra gəmisi və gəminin orta bölümünə çox yaxın bir hissədə mini mall adında, yəni balaca bir mall şəklində mağazaların, kafe və barın olduğu bir məkan. Deməli, müxtəlif istər qida, istər şirniyyatlar və s. ola biləcək mağazada əldə edə biləcəyiniz. Eləcə də müxtəlif eynəklərin, çantaların, Vinci marka şokoladların, bu şəkildə legoların əldə edə biləcəyiniz bir mağaza. Molda alış-verişdən yorulduqda dincələ biləcəyiniz məkan. Eləcə də həmən sol tərəfdə bir böyük bir bar yer alır. Orta bölümdə yenə oturub dincələ biləcəyiniz və eləcə də Amber adında bu şəkil, burada canlı səhnə, karaokelerin falan keçirildiyi bir məkan. Eləcə də minimola davam edirik. Bu şəkil aksesuarları ala biləcəyiniz bir bölüm və qarşı tərəfdə yenə eyni parfüm, çanta, eynək, bu tip MSC-nin özünə aid olan və bizim də əminəm ofisimizdə gördüyünüz çox sayda gəmilərin maketləri və o maketlərdən belə bir, məsələn, bu satış yeridir və içki paketi almayanların müxtəlif içki paketlərini burada əldə edə biləcəyi qiymətlər və şərtlər. Məsələn, vitamin bar, kokteyllər, pul bar, şərab bar kimi. Gəmidə də əgər içki paketi almamısınız və hansısa bir axşam yemək, xüsusi bir yemək mətbəxdən istəyirsinizsə, ayrıca məsələn Çin mətbəxidir, lobsterdir, ətdir, steak. Bu şəkil əldə edə bilirsiniz. Dediyim kimi çantalar və MSC-nin özünün şopu elə müxtəlif çantaların olduğu və MSC brendinin altında gedən bütün məhsullar. İstər gəmidən xatirə olaraq götürə bilərsiniz. Bu tip maketləri bizim ofisimizdə çox görmüsünüz. Demək olar, bütün gəmi şirkətlərindən var. İstər özümüzün səyahətlərimizdən, istərsə də bu şəkil müxtəlif fərqli hədiyyəliklərin, əşyaların MSC brendi altında olanları buradan da əldə etmək olar. Keyfiyyətlidir. Bəzilərindən özüm də istifadə edirik. Bax belə, MSC orkestra gəmisi və 6-cı mərtəbə. 6-cı mərtəbə nəticə etibarilə birləşir. Yəni orta bölümə yaxın olduğu üçün burada yəqin ki bir tədbir gözlənilir və tədbir üçün də bu şəkil kokteyllər hazırlanır. Və parfümlərin Dior, Hermes, Versace kimi demək olar bir çox brendin satışı var. Minimolu idi, minimoldan çıxdıq. Ümumiyyətlə gəmilərdə liftlərin yanında və yaxud məkanlardan çıxışda belə bir ümumi bir xəritə var ki, nə harda yerləşir ki, insanlar çaşbaş qalmasın, rahat bir şəkildə getmək istədikləri yerə gedib çatsınlar. Bu da orta bölüm və qarşıda da yenə mağazalardır. Bu spanın təbliğatıdır və kim ki spaya getmək istəyir, bu şəkil gedər və orta. Gəminin orta bölümü daha hərəkətli, istər gündüz vaxtı, istər axşam saatlarında MSC orkestra gəmisi. Bax belə.